Bugün bir gündür ki, artıq Mühərrəmin, Aşuranın ətri gəlir. Bugün əzadarlığın ətri gəlir. Bugün 2 gün, 3 gün ardıcıl bir-birinə elə bağlarla bağlanıb ki, hiss edirsən ki, artıq Mühərrəm başlayır. Şair nəzmə çəkmişdi, gözəl nəzmə çəkmişdi. Şöhrət bizim şairimizdir, məscidimizin əhlidir. Getdi Mah-i Ramazan, gəl daha ey matəmayı, gəlişi qanlı çiçəklər bitirən ey qəmayı. Ey Mühərrəm, mənim ey dərdlərimin məhrəm ayı, ey Hüseyn matəminin, məhrəminin matəm ayı. Bu elə bil ki, əzadarların, bu elədir ki, Əhl-i sevənlərin bir məhrəm ayıdır, Mühərrəm ayı. Bir qəlbin boşalda biləcək bir məkandır. Bir il qəlb dolur, 10 gün gəlir insanlar ürəyini boşaldır matəmdə. Və bu gündən artıq bəzi yerlərdə, bəzi insanlar elə bu gündən başlayarlar əzadarlığa. Çünki artıq bu gecə, yəni sübh çağında Əbu Abdullah Hüseyin əleyhissalam Məkkədən çıxıb hərəkət edib, üzü Kərbəlaya tərəf. Yəni bu gündən artıq başlayıb Həzrətin yollarda olan günləri. Xanım Rüqəyyanın, Əli Əsqərin yollarda qalan günləri bu gündən başlayır. Bu gündən əslində o qəm, o qüssə, o kədər Əhl-i Beytin başının üzərində idi. Onların artıq bu gündən gülən günləri olmayıb, sevinən günləri olmayıb, rahatsızlıq tapan günləri olmayıb. Bu gündən başlayıb bu hadisələr. İmam Hüseyin əleyhissalam sübh çağında Məkkədən çıxıb, yavaş-yavaş hərəkət edir üzü Kərbəlaya tərəf. Və bir gün sonra Ərəfə günündə Kərbəlanın ilk şəhidinin şəhadət günüdür. Yəni mən ki, dedim, artıq başlayıb Kərbəlanın müsibətləri, sabah yox, birisi gün Kərbəlanın ilk şəhidi şəhid olub. Bəli, Kərbəlanın ilk şəhidi Müslim ibn Əqildir. Müslim ibn Əqil Kərbəlanın ilk şəhididir. Düzdür, Aşura günü şəhid olmayıb. Amma Kərbəla hadisəsinin ilk şəhididir Müslim ibn Əqil. İmam Hüseyin əleyhissalamın əmisi oğlu idi. Əqil Həzrət Əli əleyhissalamın qardaşı idi.